Dahi Azərbaycan şairi suyun çox faydalı maddə olduğunu bildirsə də, onun artıq içiləndə ziyanlı bir maddəyə çevrildiyi haqqında məlumat vermişdir. Belə ki, bəzi maddələr vardır ki, onların az miqdarı belə insana mənfi təsir göstərir. Biz bu maddələrə toksiki maddələr və ya sadəcə zəhər deyirik. Belə maddələrin insana mənfi təsir göstərə biləcək minimum dozasına letal doza deyilir. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olub bizlərə dəstək ola bilərsiniz. Tibbin zəhərli maddələr haqqında olan sahəsi toksikologiya elmi adlanır. Bu elm sahəsində zəhərli maddələrin insanlara təsir mexanizmi, həmçinin bu maddələrin əleyhinə istifadə olunan maddələr haqqında məsələlər araşdırılır. Bəzi zəhərli maddələr vardır ki, onların dadı pis olsa da, bəzilərinin isə ümumiyyətlə dadı yoxdur. Hətta şirin dadlı zəhərli maddələr də mövcuddur. Bunlara misal olaraq naftalini, qurğuşun 2 asetat və qurğuşun 2 karbonatı, etilen qlikolu misal göstərə bilərik. Berilyumun da bəzi duzları zəhərli və şirin xüsusiyyətlərə malikdir. Belə ki, hətta berilyumun keçmiş adı Yunanca mənası şirin olan glusin adı ilə adlandırılmışdır. Məlumatların davamı üçün videonu bəyənməklə bizlərə dəstək olmağı unutmayın.